Abdurrahman bin Hasan rahimahullah Durar-ı Seniye'de buyurur ki: "Lev arafel abd ma'na la ilahe illallah la arafa enne men şakka ev teraddede fi kufri men eşreke ma'allahi gayrehu ennehu lem yekfur bit tağut." Əgər qul la ilahe illallah kəlməsinin mənasını bilsə, mütləq bilər ki, Allah'tan başkasına ibadət edənin, şirk edənin təkfirində şək eləyən və yaxud da tərəddüd eləyən insan tağuta küfr etməyib. Əgər bir insan la ilahe illallah kəlməsinin mənasını haqqı ilə bilsə, mütləq bilər ki, kim şirk edənin təkfirində tərəddüd edirsə və yaxud da şək edirsə, həmən insan tağuta küfr etməyib.